Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri. Bugün İctimai TV-nin Yayım Şurasının yeni üzvlərinin seçilməsi ilə bağlı müzakirə apararkən, məncə yalnız texniki və prosedur məsələlərə deyil, İctimai televiziyanın və ümumən televiziya məkanımızın cəmiyyət qarşısındakı strateji məsuliyyətinə də diqqət yetirməyimiz vacibdir. İlk növbədə vurğulamaq istəyirəm ki, İctimai Televiziya və Radio Yayımları şirkəti sıradan bir televiziya kanalı deyil. İTV-nin ictimai mandat daşıyan, dövlət dilinin, milli mədəniyyətin və vətəndaş zövqünün formalaşmasında xüsusi rol oynayan bir media institutu olduğunu xatırlatmağa ehtiyac var. Bu status ona həm böyük üstünlüklər verir, həm də digər kanallarla müqayisədə daha yüksək məsuliyyət yüklüyür. Ölkə prezidentinin Azərbaycan dilinin saflığı məsələsinə olan həssaslığını məncə burada xatırlatmaq yersizdir. Dəfələrlə bu barədə danışmışıq, gündəmə gətirmişik. Bunun ilk növbədə həm təbliğatçısı, həm də orada nəzərdə tutulan tezislərin yerinə yetirilməsinin məsuliyyəti birinci növbədə dövlət büdcəsindən maliyyələşən həm Azərbaycan Televiziya, AzTV və İTV-nin üzərinə düşməkdədir. Təəssüflə qeyd etməliyəm ki, bugün televiziya məkanında, o cümlədən bəzən İTV efirində də Azərbaycan dilinin normalarına rəayət məsələsində problemlər müşahidə olunur. Və maraqlıdır ki, bu televiziyanın Yayım Şurasının rəhbəri də Azərbaycanın görkəmli dilçisi, ədəbiyyatçısı akademik Teymur Kərimlidir. Məncə Yayım Şurasını artıq formal bir mahiyyətdən çıxarıb, daha çox bu istiqamətdə dövlət siyasətini təbliğ edən bir quruma çevirmək lazımdır. Və bu problemlərə misal olaraq nəyi göstərmək olar? Dilin sintaktik və leksik normalarının tez-tez pozulması, şivə və jargonun bəzən sanki aparıcı dilə çevrilməsi, xarici dillərdən ölçüsüz və lazımsız təsirlər, aparıcı və ekspert dilinin peşəkarlıq səviyyəsinin aşağı düşməsi və sair məsələlər. Qeyd edim ki, çox uğurlu verilişləri İctimai TV-nin var və bunu təqdirlə qarşılayırıq. Amma əvvəllər burada ortaq məxrəc kimi çox maraqlı bir proqram veriliş vardı və üstəlik açıq dərs kimi veriliş vardı ki, orada təhsil problemi, dil problemi və başqa elm adamlarının nailiyyətləri müzakirə olunurdu və bu verilişlərin məncə başqa formatda ya köhnə formatda da olsa bərpası olduqca zəruridir. Televiziya, özəlliklə də İctimai Televiziya dili sadəcə əks etdirmir. Belə demək mümkünsə dili formalaşdırır. Efir dili auditoriyanın gündəlik danışıq tərzinə, gənc nəslin dil vərdişlərinə, hətta yazı mədəniyyətinə birbaşa təsir göstərir. Buna görə də efirdəki hər söz, hər intonasiya, hər ifadə ictimai məsuliyyət kimi xarakteriz oluna bilər. Bu baxımdan mən hesab edirəm ki, İctimai TV Yayım Şurasının yeni tərkibi qarşısında bir neçə önəmli vəzifə dayanmalıdır ki, bu vəzifələrin də ən azı mənəvi məsuliyyət cavabdehlik dairəsini digər televiziyalarımıza da şamil etmək olar. Dili təkcə televiziya ilə məhdudlaşdırmaq olmaz bu problemi. Siz Dövlət İmtahan Mərkəzinin nəticələrini ciddi təhlil eləsəz, görərsiniz ki, Azərbaycan övladları ən yüksək nəticəni ingilis dilindən göstərirlər. Ən aşağı nəticəni isə Azərbaycan dilindən göstərirlər. Mahiyyətcə ana dili, doğma dil yaşanaraq öyrənilir. Yəni, uşaqlıqdan biz qrammatika ilə dil öyrənmirik ki. Amma xarici dil qrammatika üzərindən öyrənilir. Yaşanaraq öyrəndiyimiz dili biz qrammatikaya köçürə bilmirik və onunla uzlaşdıra bilmədiyimizə görə. Ən böyük problem Azərbaycan dilinin mənimsənilməsindədir. Televiziyada dil siyasəti institusional səviyyədə gücləndirilməlidir. Bu, tövsiyə xarakterli çağırışlardan daha çox aydın mexanizmlər, daimi monitorinq və peşəkar dil redaktiyası sistemi ilə təmin olunmalıdır. Aparıcıların, şərhçilərin və ekspertlərin dil hazırlığına xüsusi önəm verilməlidir. Lazımsa pul xərcləyib, onları ayrıca kurslara, vaxtaşırı göndərib, onların müəyyən dərəcədə daha çox bilikli və hazırlıqlı olmasını təmin etmək vacibdir. İctimai TV-nin bu sahədə digər televiziya kanalları üçün örnək olması vacibdir. Çünki İctimai Televiziya AzTV ilə birlikdə model olaraq dilin, etik davranışın və mədəni təqdimatın standartını müəyyənləşdirən platforma sayıla bilər. Ümid edirəm ki, İctimai TV-nin Yayım Şurasının yeni üzvləri və köhnə üzvləri və audiovizual şura başda olmaqla ümumən televiziya işinə məsul qurumlar, şəxslər bu məsuliyyəti dərindən dərk edəcək, Azərbaycan dilinin televiziya məkanında qorunması və inkişafı üçün prinsipial mövqe ortaya qoyacaqlar.
Diqqətinizə görə təşəkkür edirəm.